Vaxtınız xeyir. Deməli, Dövlət İmtahan Mərkəzində qrup qeydiyyatını aparmaq üçün hansı mərhələlərdən keçmək lazımdır? Bunun üçün əvvəla Dövlət İmtahan Mərkəzinin bu göstərilən sayıdır. Daxil olduqdan sonra görürsünüz, bax burada pəncərə açılıb, bakalavriat yazılıb. Bu pəncərəyə daxil oluruq. Qarşımıza belə bir pəncərə çıxır. Burada da, baxın, birinci linki görürsünüz. Bakalavriat səviyyəsinin 1-ci, 4-cü ixtisas qəbulu. Bu linkə daxil oluruq. Və qarşımıza belə bir pəncərə çıxır. Burada da, bax, bu hissədə abituriyent üçün giriş vururuq. Və budur. Açılan, baxın, açılan hissədə istifadəçi adı. İstifadəçi adı sizin fin kodunuzdur. Yəni, şəxsi kabinetə daxil olmaq üçün istifadə elədiyiniz fin kodunuzdur. Fin kodu yazandan sonra davam et vururuq. Budur, sizdən parol istəyəcək. Parolu yazırsınız. Dediyim kimi, parol şəxsi kabinetə daxil olduğunuz paroldur. Parolu yazdıqdan sonra daxil olu vururuq. Budur, qarşımıza belə bir pəncərə çıxır. Baxın, görürsünüz, burada yazılıb ki, ali təhsil müəssisələrinin birinci cəhd imtahanında iştirak etmək üçün istədiyiniz ixtisas qrupunu seçin və seçiminizi təsdiq edin. Ona görə də bunu hələlik bağlayırıq və bunu da oxuya bilərsiniz. Ondan sonra, baxın, görürsünüz, bu şagirdimizin ərizəsi artıq təsdiq olunub. Onu da qeyd edeyim ki, ərizəsi təsdiq olunmayanlar bu seçimdə iştirak edə bilməyəcəklər, təəssüf ki. İndi, ərizəsini, deməli, qrupunu seçmək istədiyimiz şagirdimiz 3-cü qrup üzrə, ədəbiyyat alt qrupu üzrə seçmək istədiyinə görə biz burada nəyi seçirik? Görürsünüz, burada çıxır. Birinci qruplar RK, yəni riyaziyyat kimya üzrə, birinci qruplar RI, ikinci qrup, üçüncü qruplardan DT, yəni ədəbiyyat üzrə, üçüncü qruplardan TC, yəni coğrafiya üzrə və üçüncü qruplarda bir şey yaxşıdır ki, 2 alt qrupu da seçmək olur. Bu zaman əlavə coğrafiya imtahanı verəcəksiniz. Bir də 4-cü qrup. Dediyimiz kimi, biz bu şagirdimiz üçün 3-cü qrup DT, baxın, alt qrupunu seçirik və ərizəni təsdiq et, mütləq bunu vurmaq lazımdır. Və budur, görürsünüz, yazılıb ki, ümumiyyətlə, cari il üçün ödənişsizdir. Cari seçim üçün ödəniləcək məbləğ 0 azayın, amma əvvəlki illərdə rüsum alınacaq. Hal-hazırda 0 azayındır. Burada razıyamı və təsdiq eti vururuq. Baxın, görürsünüz, yazıb diqqət, qeydiyyat uğurla başa çatdı. Və burada da alt hissədə yazılıb ki, məlumat təsdiq olunub. Bunu da bağlayırıq və salam, xeyirli olsun.